Salam dostlar. Mən sizə bu gün Euro Truck Simulatoru ilk bölümünü çəkirəm. Başqa videom Point Blank olmuşdur. İndi də Euro Truck Simulator 2-ni çəkirəm. Oyuna başlayaq. Maşını çalışdırdıq. Tərpənək. Tərpəndi, yolumuza davam edək görək. Döndürdük. Burada ama belə yol qaydalarına riayət eləmək bizdə deyil. Qırmızı işığa dayanaq da çabası. Pul gedir. Pulun getməsi də böyle bir cəhətdir. Hala qırmızıdır. Sarı. Yaşıl getdik. Voşu var. Qabağıma keçir o saat. Yine kırmızı ışık. Törpən də. Kırmızı ışık var nə qədər də. Çox tez dayanır. Gedək. Başmışsanız kadar. Döndük. Yola başladıq. Gedək görək başımıza nə iş gələcək. Qəza eləcək da vaxtında çatdıracağıq. Baxasın. Otelin yanından geçtik. Oo, pis kaza ama hasar vermedi. İçeride süre. Bir dakika. Seçeneklere girək. Ses. Ne sesi? Ev artık. Ses. Tamam böyle getdik. Beyaz seçeneklerde mahnının oyunun sesini açırdım. Azaltılmış. Belki akşam multiplayer, point bölümünde multiplayer çekeceğim. Videosunu internete koyacağım. Fikirləşirəm hələ görüm çəkirəm, çəkməyim. Baxacağım. Əvvəlki amma Euro Truck Simulatorda qatar yeri yox idi. Hətta bunu oynayanda gördüm ki, dəmir yolu da var, orada dayanacaq. Bu yeni versiyasıdır Euro Truck Simulatorun. Euro Truck Simulator bir 10 bölümə kimi gələcək. Bu oyunda baxaq. Bu necə deyirlər buna? Dayananda bunu yandırırlar ki, avaraniya yadıma düşdü, avaraniya rusca. Bunu öldürək. Qıraqdakı 2 dənə oxa basanda bir sağa dönmək, bir də sola dönməyin ışıqlar yanır. Sonra P'ye basanda bu şüşə silənlər, L və 2'ye basırsan da J uzun, L ilə 2'ye basanda ışıqlar yanır. Burada böyle şey gösterir. Manası ne adres bilmiyorum. Bu yolun üstüne keçmə gözəl olar da, yolun soydu üstündə.
Video baxdıqdan sonra kanalıma abunə olmağı və like atmağı unutmayın dostlar. Yeraltı keçidə giririk. Biraz çöldəsin. Gələcək yaxşıdır. Tırmız Volvo'dur. Volvo V16. Bu oyunun pis cəhətidir ki, başqa maşınlara binmir. Adından da gəlinir ki, Euro Truck Simulator. Bu tır sürmə simülasyonudur. Avtobus, maşın simülasyonları da var, onlar da yaxşı oynardır. Səviyyəli. Video 20 dəqiqə çəkəcək ki, sürət 90 deyir. Çəkil, görsən 100-ün gələn tır gedir. Kesmir ama. Dəyməsin. Dəymədi o. Gözəl şoförlük. Ne kadar yer var o burada. Geçək bunu da iş. Tırman. Man duyuyorum. Man duyuyorsun. Aha man. Kabağına bakalım da bir. Oo bir dənə. Bir də niyə arxaya? Tırı sürttü. Burada tırın əzilmə effekti göstərilməyib. GTA 4'ün də videosunu çəkəcəm. İndirəcəm kompüterə, sonra da videoları çəkməyə başlayacağım. Aya bastım, getdi döndü o tərəfə 4% hasar. 5 hasar. Dostlar, bunun səsi çoxdan bərabər edik. Tırı bir ekranların kimi çox kötü. Tek çata bilsəydi başqa bir tıraz var. Buralara gedib Oğuz'dan. Ara dönsəydən Oğuz'dan çəkər, şəhərinə dönəcəkdir. Bir dəfə də istəyirəm bu videoda, bu videodan sonra sərbəst tırın arxasını çıxardım, sonra istədiyim yollara gedim. Elə eləyəm. Bunu tamamlayayım sonra. Mənim seçdiyim adam burada bir kişidən var. Bu oğlan göstərir. Birinci niyə o? Raftaşdığı iki təkə. Gördünüz neynədir? O yaxşı da, gəlib vurursan. Onun üçün kolon qaldı. Görmə çalışın, kesmək istəyirsən bir yolunu getdir, gəlib ki, sonra benim yolumu yolsa, sonra dönürsən bir tərəfə.
İşıq da yandırmışsın, sinyal da vermişsiniz, məncəsin. Ne oldu? Niye? Toplam 2038 gibi borcum ödendi. Ben banka girmiştim, bütün borcumu ödenip yazıp görüyorum. Hələ dönmür ya, yol qısarmış. Aa, xəritəyə baxın. Ha, çatıram ki. Bayraq şəklini göstərdi. Maşının içindəki xəritəyə baxın, orada görürsünüz, belə dairələr dönür. O bildirir ki, şəhərə çatmaq üzrəsən. Az tez, 100 ilə gedirəm, hələ yol bitmir. O, çox dönür. Arxada nə qədər maşın var ha. Nə qədər dəyərəm maşın, hər dəqiqədə dəndim, dandım. Dar yol. Bir yola görsün keçmək olar. Şəsin alır deyəndə mən də oradan sürürəm. Maşın gəlir, fərqli yol verə geçsinlər. Bayaqdan dəyirlər mənə. Bu qazı basmayın ki, məsələsi. Nə səslər? Qazı basıram, bıraxıram. Səslər. Ay, çatmadı. Çatsaydı sərbəst taxılmaya gedərdik. Hələ ki gedirik, görək. O nə ilə səsdir? Buna səsdir, qəribədir. Biraz çöldə sürək. Çöldə də sürməyin marağı yox. Arxadan gələn yox. Video hələ 14 dəqiqədir. Orada FPS-nin 6 göstərmənə baxmayın, oyunda bir donma vəziyyəti yoxdur. Elə belə göstərir. Bir 50-40 dərəcə FPS var. Dönəcəyik. Havuz hata var. Bəyə da havuz hata. Yine. Dön. Çox sürətli döndü. Sonra sürətli. Çatdıq. Zurich şəhərində varırıq. Sürtüşdürə çatırıq. 100 ilə 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 100 ilə
Oo. İsveç'ten var ha. Ve bu saf espriler bir şey. Şurada ışığı kırmızı olmadan işte. Tez ol. Yaşlı da çeşitli. Biraz yavaşlayalım ya. Gazlamış o dibine kimi. Bu vakitler bak. Değmeli yeri diyor ha. Ramanın galerisi. Tez oldu. Bayaqdan gəlirəm. Qutarmır yol. Belə. Ters istiqamət deyə mən öz yolumda gəlirəm də. Şeysiz çatmışam aslında. Şimdi göz elə qazda da. Şimdi göz. Çatmış özü. Zərbənin vurultusunu bu. İstədim mi? Enter. İyi, yaxşı. Hələ 0 səviyyəyim. Dostlar, dediyim kimi, indi sərbəst mod. Niye puldan çetəcək də. Görək nə götürüb. Sərbəst çalışa necə girirlər, biləniz varsa mənə deyə bilər. Sə gözəl olar ha. Bəlkə videomu bitireyim. 8 dəqiqə oldu. Dostlar, videonu bitirirəm. Sağ olun, salamağa başqa videoları.